General Mirzə Rza xanın Firuzəsi. Malikanə Gürcüstanda, Barjominin mərkəzində yerləşir. Möhtəşəmliyi ilə insanları valeh edən tarixi tikili İran konsulu General Mirzə Rza xan üçün inşa edilib. Qacar nəslindən olan Mirzə Rza xan Təbrizdə doğulsa da, əslən İrəvandan idi. O, həm də fars əlifbasının islahatçısı hesab olunur. Xalq rəvayətinə görə Firuzə Mirzə Rza xanın həyat yoldaşlarından birinin şərəfinə inşa edilib. Binanın fasadındakı yazılardan məlum olur ki, tikinti işləri 1892-1893-cü illərdə aparılıb. Şərq və qərb memarlıq elementlərini özündə birləşdirən binanın tavanı firuzə daşları ilə bəzədilib. Firuzənin boyadılmasında da firuzəyi rəng üstünlüyü təşkil edir. Bu tarixi bina ilə bağlı faciəvi və sirli əfsanə də mövcuddur. Rəvayətə görə, binanı tikmək üçün Tiflisdən olan Azərbaycanlı memar Yusif Həsənoğlu dəvət edilir. Ustanın əsəri bir çox varlı və nüfuzlu şəxsləri valeh edir. Onlar inşaat işlərinin sirlərini öyrənmək istəsələr də, Yusif onlara sirri açmır. Tikinti işləri başa çatmamış, Yusif aldadılaraq Tiflisə aparılır. Usta Yusif və anası Ulduz xanıma işgəncələr verən Bəyaz Dərviş sirri öyrənə bilmədiyi üçün onları qətlə yetirir. Beləcə, işlər dayandırılır. Belçikalı yazıcı Tegülmari'nin Ağ, Qırmızı, Qara romanında bundan bəhs olunur. Tegülmari'nin babası 19-cu əsrdə Qafqaza gəlir və Tiflisdə evlənir. Bu rəvayəti də yazıcı babasından eşidib. Rəsmi versiyaya görə Firuzə 1892-ci ildə Mirzə Rza xan üçün yay iqamətgahı olaraq tikilib. Firuzə Mirzə Rza xanın vəfatından sonra şəhərin mülkiyyətinə keçir. Sonrakı illərdə malikanədə mehmanxana və sanatoriya yerləşib. Bina müəyyən dövrdə muzey kimi də fəaliyyət göstərib. Firuzə dövlət əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilib. Hazırda malikanədə otel yerləşir.